Hər kəsə salam. DİM 20 variant sınaq imtahanından birinci qrup sınaq nömrə 10-un izahına baxırıq. Hansı reaksiyada birləşmə alınır? Etan nitrat turşusu ilə. Demək, alkanlar nitrat turşusu ilə reaksiyaya daxil olan zaman nitro birləşmə əmələ gətirir. Elə uyğun gələcək A variantı. Məsələn, ikincidə etanol nitrat turşusu spirtlər turşularla mürəkkəb efir əmələ gətirir. Eyni qayda üzrə etilin qlikol da spirtdir, o da mürəkkəb efir yaradar. Glikoza nitrat turşusu, gliserin nitrat turşusu bunlarda nitrop birləşmə əmələ gətirmirlər. Yəni olacaq A variantı. İkinci. Doymuş alifatik üçlü monoamin molekulunda karbon atom sayı minimum olarsa amin molekulunda atomların cəmini hesablayın. Demək, üçlü amin deyirsə, demək azota 3 tərəfdən radikal birləşməlidir və karbon sayı da minimumdur deyir. Onda elə hər tərəfə bir karbon birləşdirik. Bu zaman amin molekulunda olan atomların ümumi cəmi 4, 4, 4, 12, biri də burada 13 olacaq D variantı. Hansı ifadələr doğrudur? Bütün amillər indikatora təsir göstərir. Demək, bu yanlışdır. Bütün amin turşuların polikondensləşmə məhsulu zülallardır. Xeyr, yalnız alfa amin turşuların polikondensləşmə məhsulu zülallardır. Amin turşular amfoter xassəli maddələrdir. Bəli, olacaq 3-də A variantı. 4. Demək, sp2 hibrid orbital sayı sp3 hibrid orbital sayına bərabər olmalıdır. Polisterolu yazsaq. CH2 ya CH2 olur. Demək, burada 6 karbon sp2'dir. Amma 2 karbon sp3'dür. Bizdən də karbon sayılarını istəyir. Bunlar bir-birinə bərabər olmur. Sonra ikinci. Divinil kauçuku olacaq CH2 CH2 qat CH2. Burada bu sp3'dür. sp2 sp2 sp3. Yəni 2 karbon sp2 2 karbon da sp3 olur. Bir-birinə bərabərdir. Sonra üçüncü polimetil metakrilat. Polimetil metakrilat olacaq CH3 COO CH3. Bu sp3 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 sp3. Bu isə sp2. Yəni burada da 4 karbon sp3 1 karbon sp2 yəni bir-birinə bərabər olmadı. Bərabər olan yalnızca ikinci oldu. Olacaq B variantı. 5-də hansı maddə molekulunda hidroksil qrupların sayı bərabərdir? Ribit. Bunun formulu olacaq CH2OH CHOH-dan 3 dəfə CH2OH. OH sayı olur 5. Sorbit. Bu 6 atomlu spirtdir, yəni 6 OH var. Gliserin 3 atomlu spirtdir, 3 OH var. Glikoza hidroksil qrup sayı olur 5 dənə. Bərabər olanlar olacaq. Bərabər hə deyirsə 1 ilə 4-cü. Yəni Y variantı. Sonra 6. Glikoza yağ turşusuna qıcqırır. C6H12O6. Yağ turşusuna qıcqıran zaman buradan həmçinin karbon qazı və hidrogen də ayrılır. Əmsallaşdırsaq 2 bura, 2 də bura atırıq, düzəlir. 0,5 mol glikoza yağ turşusuna qıcqıranda neçə litr qaz qarşıya alınır? Qazlarımız karbon qazı və hidrogendir. X 1 molundan isə 4 mol, yəni 4 vur 22, onda 4. Bu da edəcək. Buradan hesablasaq x bərabər olur 44, onda 8. D variantı. Demək, hansı maddələr ola bilər X? Yanması zamanı karbon qazı suyu ilə yanaşı azot da alınırsa, demək tərkibində azot olan birləşmələri götürməliyik. Bu da glisin aid olar bura, çünki amin turşusudur, tərkibində azot var. Gliserin tərkibində 3 atomlu spirtdə azot yoxdur. Anilin həmçinin o da aromatik amindir. Yanan zaman azot alınır. Glikozanın tərkibində azot yoxdur. Olacaq 1, 3, 7 B variantı. Sonra 8. Etil amin molekulunda polyar kovalent rabitə sayı qeyri-polyar kovalent rabitə sayından neçə dəfə çoxdur? Etil amin CH3, CH2, NH2. Polyar kovalent rabitə deyəndə hidrogenlərin sayı
Yəni 7. Bir də burada karbonla azotun arasında da bir dənə var, o da olur polyar. Qeyri-polyar isə bu polyar olur. Qeyri-polyar karbonlar, yəni eyni qeyri-metallar arasında baxırıq 2 dənədir. 8 2-dən neçə dəfə çoxdur? Daha doğrusu buradakı bunu götürmürük. Bu karbonla azot arasındadır. Yalnız karbon-karbon arası bir dənə olacaq. 8 də birdən neçə dəfə çox olur? 8 dəfə. Sonra 9. Glisin molekulunda karbon atomlarının hibrid orbital cəmini müəyyən edilir. Glisin CH2, COOH, NH2. Bu karbon sp2'dir, bu isə sp3'dür. 4, 3. Cəmi edəcək 7. Sonra 10-cu. Hansı maddələr polimer əmələ gətirir? Benzol polimer əmələ gətirmir. Bizə əmələ gətirənlər lazımdır. Stirol, polistirol əmələ gətirir. Metanol, spirt bu polimerləşmir. Demək, glisin də polimer əmələ gətirir. Olacaq 2, 4. Onda C variantı. 11. 2 mol metil aminin yanmasına neçə mol oksigen sərf olunar? Metil amin deyirsə CH3, NH2. Bir yerə yıxsaq karbon H5, N şəklində olur. Yanan zaman alınır karbon qazı, su, oksigen, azot. Burası 0,5. Hidrogen də qarşısına 2,5 yazsaq. Oksigenlər 3, 5 dənə 5 2-yə böldü 2,5. Demək 2 molunun yanmasına neçə mol oksigen sərf olunur? X. Birinə isə burada 2 tam %25'dir. İkisinə X'dir, birinə 2 tam %25. Onda X də bərabər olacaq 4 onda 5'ə. 12. Metil amin hansı maddələrlə reaksiyaya daxil olur? Metil amin CH3, NH2. Bu H-xlorla reaksiyaya daxil olaraq duz əmələ gətirir. Oksigenlə yanma reaksiyasına daxil olur. Natrium hidroksidlə natrium hidroksidə daxil olmur, yəni qələblənə reaksiyaya daxil olmur. Bromlu su ilə də həmçinin reaksiyaya getmir. Olur 1, 2. Hansı maddələrin suda məhlulu lakmusu göy rəngi boyuyur? Demək, birinci glisin. Glisin suda məhlul lakmusa təsir göstərmir. 2 amin propan turşusu deyir. 2 amin propan turşusu da həmçinin. Lakmusu rəngini dəyişməz. Nəyə görə? Glisini də həmçinin biz dedik ki, lakmusun rəngini dəyişmir. Əgər COH sayı NH2 sayına bərabərdirsə, lakmusun rəngi dəyişmir. 1 ilə 2 dəyişməz. Metil amin isə bu da qələvi yəni əsasi xassəlik olduğundan aminlər lakmusu göy rəngə boyaya bilər. 3 aiddir. Anilin. Anilin isə lakmusa təsir göstərmir. Aromatik amindir. Lakmusa təsir göstərmir. Olacaq yalnız 3. 14. Açıq quruluşlu fruktoza molekulunda ikinci karbon atomunun oxşaşma dərəcəsini müəyyən edin. Demək, fruktozanın quruluşunu çəksək. CH2OH. 6 karbonu var və keton qrupu var. CHOH, CHOH, CHOH. Bu hissədə keton qrupu CH2OH. İkinci karbon atomu deyil. Keton qrupuna yaxın tərəfdən nömrələyirik. 1, 2 olur. Buna baxsaq, CO. Bu mənfi 2x, x minus 2 bərabərdir 0, x də bərabər olacaq müsbət 2-yə A variantı. 15. Polietilen, poliizopren. Polietilen CH2, CH2. Hidrogen sayı A olanda nə qədər karbonu var? X. İndi bunun nə qədər hidrogeni var? 4, 4N. İndi amma elementar halqa deyirsə, elə 4-dən gedək. Bu zaman nə qədər karbonu da olur? 2 dənə. X bərabər olur 0,5 A-ya. Poliizopren. CH3, 2 qat. CH, CH2. Burada da H2. Demək, hidrogen sayı A olanda karbon sayı Y-dir. İndi burada nə qədər hidrogen var?
8 dənə olanda karbon sayı olur 5. Y də bərabərdir 5A böl 8-ə. İndi x böl y istəyir bizdən. 0.5A bölünsün 5A böl 8. Buradan da kəsiri kəsirə böləndə ikinci kəsirdə sürətlə məxrəcin yeri dəyişir. A'lar gedir qalır 0.1-i də 8-də vursaq 0.8 15-də olur B variantı. 16. Demək x maddəsi misk hidroksidlə oksidləşə bilər. Bu olacaq demək 16. Riboza bəli misk hidroksidlə oksidləşir. Yəni aldehid qrupu olanlara aiddir. Ribozada aldehid qrupu var. Həmçinin etanol aldehiddir. O da oksidləşir. Fruktozada keton qrupu var. O oksidləşmir. Etanolda bir atom spirtlərdə onlar misk hidroksidlə oksidləşmir. Reaksiya daxil olunur. 1-2 D variantı. Hansı reaksiyalarda azotun oksidaşma dərəcəsi dəyişmir? Birinci reaksiya CH3 NH2 plus H olur. CH3 NH2 plus O2 CH3 NO2 plus H2. Buradan alınır CH3 NH3 yəni hidrogenlər birləşir xlor. Bu yanma reaksiyasıdır. Karbon qazı, su, azot. Burada da nitro birləşmələr reduksiya olunur aminlərə. NH2. Karbon oksidaşma dərəcəsi burada da -3-dür. Burada da azotun oksidaşma dərəcəsi -3, -3. Burada -3, burada 0. Burada olacaq -3, burada -3. Dəyişmədi, yalnız birincidə 17 olur D variantı. 18. Alfa alanin və anilin üçün. Alfa alanini yazsaq. COOH NH2 CH3 da anilin C6H5 NH2 aromatik amindir. Lakmusa təsir göstərmir. Lakmusa bunların hər ikisi təsir göstərmir. 1, 2, 3. Bu oldu ortaq xüsusiyyət. Molekulunda asimetrik karbon atomu var. Asimetrik karbon atomu görürük ki, alanində var. Çünki bu karbon atomuna hidrogen, COH, NH2, CH3, yəni 4 tərəfdən müxtəlif radikallar birləşibsə, o olur asimetrik karbon atomu. Bu aiddir birinciyə. Sonra molekulunda amin qrupu var. Hər ikisinin molekulunda amin qrupu var. Suda həll olmur. Suda həll olmayan olacaq anilin. 2, 4, 1, 3 D variantı. 19. Amin turşu. Tripeptid deyirsə, demək 3 amin turşudan alınıb tripeptid. Amin turşu sayından bir vahid az sayda su ayrılır. Amin turşunun molekyar kütləsi M-dir. Əmsalına da vururuq 3M. Suyumuz da 2 vurun 8, 36-dır. Tripeptidi tapmalıyıq. 3M bərabərdir x plus 36. X də bərabərdir 3M minus 36-ya, yəni A variantı. Hansı maddənin 1 mol 22.4 litr həcm tutur? Yəni qaz halında olan maddəyə baxmalıyıq. Demək, gliserin spirtdir, o mayedir. Anilin mayedir, glisin. Amin turşudur, bərk haldadır. Metil amin. Aminlərin ilk nümayəndələr qaz halında olur. Bu da olacaq D variantı. 21. Glisin hansı maddə ilə reaksiya daxil olmur? Glisin kalium xlorid ilə kalium xloridlə reaksiya daxil olmur. H xlordur, spirtdir, metallardır, qələvlərdir. Onlarla reaksiyaya gedir. Amma kalium xloridlə yox. 22. Glikozanın qıcqırma reaksiyaları verilibdir. Glikozanın qıcqırması zamanı 2 maddə alınırsa, demək burada söhbət etil spirti ilə karbon qazından gedir. 3 maddə varsa, burada alınır butan turşusu, yəni yağ turşusu, karbon qazı və hidrogen. Digər bir üçüncü qıcqırma reaksiyası da var. Oradan təkcə süd turşusu alınır, əlavə məhsul alınmır. İndi baxıram ki, 2 reaksiyada da eyni olan maddə var, yəni X. Demək, onda X olacaq karbon qazı. Bu olur Y. Bu olacaq Z. Çünki indi biz əmsallaşdırsaq, burada hidrogen qarşısına 2 düşür. Bu isə olur T.
İndi Y nisbi molekul kütləsini istəyir bizdən. C2H5OH-ın da emeri olacaq 46 B variantı. 23. 1 mol glikozanın tam yanması zamanı əmələ gələn karbon qazının kütləsi suyun kütləsindən neçə qram çoxdur? C6H12O6. 6 oksigen alınır, 6 karbon qazı, 6 su. 1 molunun yanması zamanı əmələ gələn karbon qazının kütləsi, yəni 6 vur 44. Suyun kütləsindən, yəni 6 vur 18-dən neçə qram çoxdur? 44-ü 6-ya vursaq, çıxanda edəcək 156, yəni 156 qram çoxdur. 24. Amin turşu əmələ gətirdiyi dipeptidin, tripeptidin kütlələri verilmişdir. Dipeptid deyirsə, demək ki, amin turşudur. Alınır dipeptid və 1 molekul su. Dipeptidin molyar kütləsi 132-dir. Bunda su da 18, burada 2A-dır. 2 amin turşunun kütləsi bərabərdir 132 plus 18. Buradan da A bərabər olar 132 plus 18 görsəkdə 2-yə 75-ə. Biz amin turşusunun nisbi molekul kütləsini tapdıq. İndi eyni amin turşudan tripeptid alınır. Tripeptid deyirsə 3 amin turşu götürülür. Alınır tripeptid 3-dən 1 vahid az 2 mol su. Amin turşusunun emeri 75 idi. Əmsalına da vurduq. Su da 2 vur 18 qram. Buradan da tripeptidin kütləsi 3 vur 75 bərabərdir x plus 36. Buradan da x bərabər olacaq 189-a. 25. Hansı reaksiyalardan amin alınır? Birincidən alınacaq. Çünki nitro birləşmələr hidrogenlə reduksiya olunan zaman alınır oradan amin. Buradan da anilin, etilamin alınır. Benzol nitrat turşusuna qarşılıq təsirdə olan zaman oradan nitro birləşmə alınır. Sonra spirtlər nitrat turşusu ilə mürəkkəb efir əmələ gətirir. CH3 xlor plus NH3. Buradan da amin alınacaq. 4. Bu axırıncısı isə anilinin alınma reaksiyası C6H5NH2-nin, yəni amin alınır. Olur 1, 4, 5. 26. Kapron lifi. Kapron lifinin formulunu yazsaq. Heksametilin, diamin və adipin turşusunun polikondensləşməsi nəticəsində yaranır. CH2-dən 6 NH. Karbon atom sayı. Nə qədər karbon atom sayı var burada? Baxaq. Bir dənə burada 4, 5, 6, 6, 12. Azot sayı 1, 2 dənədir. İndi karbon sayının azot sayına nisbətini istəyir. O da eləyəcək 6. 27. Molekulunda karbonların sayı. Demək, A variantında glisin deyil. Glisin CH2, COOH, NH2-dir. Burada karbon sayı olur 2. B'də anilin C6H5, NH2. Burada olur 6 karbon. Sonra pikrin turşusu. Bu fenolun nitrat turşusu ilə qarşılıqlı təsirindən alınır. 2, 4, 6 vəziyyətdə əvəz olunma gedir. Burada karbonlar 6 dənədir. D. Alfa alanin CH3, NH2, COOH. Burada da 3 karbon var. Alfa amin yağ turşusu. Yağ turşusu yazaq. Burada NH2 birləşir. Yəni 4 karbon da burada. İndi uyğunluğu müəyyən eləsək. 1-ə uyğun gələcək A, 2-yə uyğun gələcək Y, 3-ə də uyğun gələcək B və C. D heç birinə uyğun gəlmir. 28. Doymuş alifatik ikili monoamin molekulunda karbon və hidrogenlərin sayı verilib. Demək, görürük ki, hidrogen sayı karbondan 3 dəfə çoxdur. Biz ümumiyyətlə alifatik amillərin ümumi formulunu yazsaq. Karbon sayı M bərabərdir A-ya. Hidrogen sayı 2M plus 3 bərabər olur 3A-ya.
Şimdi A'nın qiymətini yerinə yazsaq, 2n plus 3 bərabərdir 3n, n bərabər olacaq 3'ə. İndi biz ikili amin formada yazmalıyıq bunu. Buraya yazarıq NH, C, belə 3'dən karbonda düzürük. Bu olur onun quruluş formulu. İndi hidrogenləri də düzəltməliyik. CH3. Bu olur birincisi. Molekulda qeyri-polymer kovalent rabitələr sayısı karbonların arasında. Burada karbonla hidrogen arasında. Bunu götürmürük. Daha doğrusu karbonla azot arasındadır, götürmürük. Karbonla azot arasındadır, götürmürük. Karbon, yəni qeyri-polymer eyni qeyri-metallar arasında olmalıdır. O da olur bir dənə. Bu da olur ikinci cavab. Sonra 29. Bir karbon atomuna, bir metil, bir etil, bir üçlü butil, və bir amin qrupu birləşib beynəlxalq nomenklatura əsasən adını nömrələnməni həm amin qrupuna yaxın tərəfdən nömrələsək, soldan da sağdan da 3'ə düşür. Amma biz radikalın çox olduğu tərəfdən başlamalıyıq. Yəni soldan 1, 2, 3, 4, 5. Bunun da adını oxusaq 2, 2. 2-də 2 metil radikalı olduğu üçün 2'ni 2 dəfə deyirik. Həmçinin 3'də də metil radikalı var. 2, 2, 3. Metil 3 dənə olduğu üçün. Təbii ki, birinci daha doğrusu amin qrupunun adını deyirik. Sonra ona keçirik. 3 amin. Sonra 2, 2, 3. Metildən 3 dənə olduğu üçün trimetil. Əsas zəncirimizdə də 5 karbon var. Olacaq pentan. Bu oldu birincisi. Sonra bir molekulunda sp3 hibrid orbitalların sayı sp3. Bütün karbonlar görürük ki, burada sp3'dür. Neçə karbonumuz var? 1, 2, 3, 4, 5, 6, 7 karbon var. 7'si də sp3. Yəni 7'ni vururuq 4'ə. Daha doğrusu bir də yuxarıda qalıb 8. 8 dəfə 4 eləyir 32. Doğru ikincinin cavabı. Sonra 30. Alaninin dipeptidinin molekyar kütləsi və tripeptidinin molekulunda olan atomların cəmini hesablayın. Alanin İndi biz hidrogenlər düzəldib sonra formulu bir yerə yığsaq 3 karbon var. Hidrogenlər 4, 7 dənə, oksigende 2 dənə. Tripeptid deyirsə qarşısına 3 yazırıq. Bundan alınır tripeptid və 2 su. Dipeptidini və tripeptidini ayrı-ayrı deyir. O da birinci dipeptid üçün gedər. Dipeptid 2, buradan alınır dipeptid və su. İndi dipeptidin molekyar kütləsini tapmalıyıq. Buraya yazaq x. Bunun əmsalını 2'ni vuraq m-rinə. Yəni 75'e. Suda 18'dir. Buradan 2 vur 75 bərabərdir x plus 18. X də bərabər olacaq 130. Burada azotu yazmağı unutmuşam. Onda bu 2 vur 89 olur. 2'ni 89'a vurup 18'e çıxsaq x bərabər olur 160'a. Sonra isə deyir ki, tripeptidin molekulunda atomların cəmini hesablayın. Bir dəfə tripeptid deyir. 3 dənə C3 H7 O2 N alınır tripeptid və 2 su. Turşuda nə qədər atom var? 3'ü vururuq ümumi atom sayına, yəni 13'ə. Suda isə 2'ni vuruqca 6. Bu da x. 3 vur 13 bərabərdir x plus 6. Buradan da x bərabər olacaq 33'ə. Bu da olur ikincinin cavabı.